Gəlin Xürrəmlər hərəkatını bir dəqiqədə öyrənək. Xürrəmlər hərəkatı neçənci illərdə olmuşdur? 778-837-ci illərdə. Xürrəmlər hərəkatının ikinci çıxışı isə 808-dir. Babək Xürrəmlərin ilk rəhbəri olmuşdur. Əlbəttə ki, xeyr. İlk rəhbəri Cavidan və Əbu İmran olmuşdur. Xürrəmlər hərəkatı hansı hərəkatın davamçısıdır? Məzdəkilər hərəkatının. Xürrəmlər hərəkatının qalib gəldiyi döyüşlər hansılardır? Əlbəttə ki, Happy Birthday-dən başqa yerdə qalan bütün döyüşlərdə qalib gələn Xürrəmlər olmuşdur. Bəs Happy Birthday nə deməkdir? Uşaqlar, Happy Birthday iki sözdür, elə deyilmi? İki sözsə demək H, ikinci Həmədan və Birthday, B, bəz döyüşündə ərəblər qalib gəlmişdir. Yerdə qalan bütün döyüşlərdə isə Xürrəmlər qalib gəlmişdir. Birinci Həşdəsər 829, ikinci Həşdəsər döyüşü isə 836-cı ildə olmuşdu və aralarında 7 il var. 830-833-cü illərdə isə birinci Həmədan və ikinci Həmədan döyüşləri olmuşdur. Yadımızdan nəyi çıxartmırıq uşaqlar? Happy Birthday, yəni ikinci Həmədan və bəz döyüşündə kimlər qalib gəlmişdir? Əlbəttə ki, ərəblər qalib gəlmişdir.